Salam əziz izləyicilər. Uzun müddətdən sonra dərslərimizə qaldığımız yerdən davam edirik. Bildiyiniz kimi sonuncu dəfə loqaritmin xassələri bölməsini işləyirdik və 1-dən 100-ə qədər olan testlərin izahını vermişdik. Bugün isə 100-dən sonraki hissənin izahlarına birlikdə baxacağıq. Gəlin, vaxt itirmədən 101-ci sualla başlayaq. 101. Bizdən nə istəyir? Loqaritma 7-dən 6-nı A və B ilə ifadə etməyi soruşur. Biz bilirik ki, 6 2 vurulsun 3'dür və biz bu ifadəni loqaritma 7-dən 2 üstə gəl loqaritma 7-dən 3 şəklində yaza bilərik. Düzdürmü uşaqlar? 6-nı 2 və 3 şəklində parçaladıq. Burada biraz dayanaq, bərabər qoyaq, gözləsin. Bizim əlimizdə nə var? Loqaritma 2-dən 7-ni A ilə veribdir. Bilirik ki, bu ifadəni tərs çöndərə bilərik biz. Yəni, tərsinə çöndərsək, loqaritma əsasla deməli, loqaritmanın əsası ilə loqaritmalı ifadə yerini dəyişir. Loqaritma 7-dən 2 1 bölünsün A-ya bərabərdir. Eyni şəkildə loqaritma 7-dən 3 1 bölünsün B-yə bərabərdir. Gətirək ifadələrimizin qiymətlərini yerinə yazaq. 1 böl A üstə gəl 1 böl B. Bundan sonra ortaq məxrəc edirik. Ortaq məxrəcimiz AB-dir. Çarpaz vurma şəklində düşünsək, A plus B-də sürətimiz olar. Cavab olur 101-də Y variantı. Bizim olur 101-ci sualımız. Burada da qeyd eləyək və keçid alaq növbəti səhifəyə. 102-ci sualla davam edək. Baxaq. Bəli, 102-dən davam edək. Lövhəmiz açılsın. 102-də də eyni qaydadadır. Loqaritma 2-dən 21-i soruşur bizdən. Gəlin loqaritma 2-dən 21-i parçalayaq uşaqlar. Öncə lövhəmizi təmizləyim. Baxaq. 102. Loqaritma 2-dən 21-i 7 vurulsun 3 şəklində parçalaya bilərik. Loqaritma 2-dən 7 üstə gəl loqaritma 2 əsasdan 3. Düzdürmü? Əlimizdə bu qalan ifadələrlə görək necə yazarıq uşaqlar. Loqaritma 7-dən 2-ni bizə B veribdir. Deməli biz 2-dən 7-yə 1 böl B deyə bilərik. Eyni zamanda loqaritma 3-dən 2-yə A deyilibdir. Tərsinə yazsaq, tərsinə loqaritma 2-dən 3, 2 əsasdan 3. 1 bölək A-ya bərabərdir. Qiymətləri gətirib yerinə yazsaq, 1 böl B, üstə gəl 1 böl A. Ortaq məxrəc etsək, ortaq məxrəcimiz olar AB. Sürətimiz isə olar A plus B şəklində. Baxaq görək hansı variantdadır. 102 olur, Y variantı. 102-dən Y bəndi işarələyək və keçək növbəti suala. 103-ə baxaq. Deməli belə. 103-də nə deyir? Uşaqlar, burada verilmiş hissələri ayrı-ayrılıqda parçalayıb yazmaq istəyirəm sizin üçün. Gəlin baxaq. 9-un üstü. Loqaritma 27 yazılıbdır. 27-ni gəlin 3-ün kubu yazaq. 3 kök 3 yazılıb. Uşaqlar, kənarda 3 kök 3-ü göstərirəm sizin üçün. 3 kök 3. Bu ifadə necə olur? 3 vurulsun. 3 üstü 2-də 1 olur. Kökdən azad eləyəndə. 3-ün üstü 1-dir. Vurulanda üstlər toplanılır. Yəni 1 ilə 2-də 1 toplanılır. 2-də 3 olur. Deməli 3 kök 3-ün yerinə 3 üstü 2-də 3 yazmaq olar. 3 üstü 2-də 3 yazıram. Gəlin bu ifadəmizi sadələşdirək. Bərabər 9 əsasdan loqaritma. Uşaqlar, siz bilməlisiniz nəyi? Deməli, loqaritmada, baxın, bu 3-ün qüvvətində olan hissə ki var 2-də 3. Bu sürətə yazılır. Kəsir xətti sürətə yazılır 2-də 3. Əsasın qüvvətində olan 3 isə məxrəcə yazılır bu şəkildə. Əlimizdə isə nə qalır? Loqaritma 3-dən 3 qalır. Biz bilirik ki, loqaritma 3-dən 3 hissəsi ixtisar gedir və bizə 1 verir. Bərabər 9 üstü. Bu hissəyə baxaq, kəsrimizə. Bu hissə də bizə verir 6-da 3. İxtisar gedir, 9 üstü 2-də 1 qalır. Bəs 9 üstü 2-də 1 nə deməkdir? 9 3-ün kvadratıdır. Qüvvətində 2-də 1 var. 2-lər ixtisar gedir və bərabər harda qoyduq. Və bərabərdir. 2-lər ixtisar gedir və bərabərdir 3 qalır. Baxın, bu misalımızın birinci hissəsi idi. Cavab 3-dür.
Bundan birazdan istifadə edəcəyik. Baxaq davamına. Davamında nə yazır uşaqlar? Burada gördüyünüz kimi 2 üstəgəl kök 3 və 2 çıxaq kök 3 yazılıbdır. Bu ifadələr bir-birləri ilə qoşma ədədlərdir. 2 plus kök 3'ü olduğu kimi yazıram. 2 plus kök 3'ü olduğu kimi yazaq. 2 minus kök 3'ü nə yazırıq uşaqlar? 2 minus kök 3, 2 plus kök 3'ün qoşmasıdır. Buna görə 1 bölünsün 2 plus kök 3 üstü mənfi bir şəklində yaza bilərəm. 2 plus kök 3'ün üstü mənfi bir şəklində yazıram. Gəlin baxaq. Deməli, loqaritm altı bu ifadələr. Burada bircə dəqiqə qəşəng səliqəli olmadı. 2 plus kök 3'ün üstü mənfi 1. Əlavə kəsr xətti yazmışıq. Aha, bu ifadələr bir-birinə ixtisar aparır və cavab burada qalır mənfi 1. Deməli, birinci hissəmizin cavabı 3'dür. Üstə gəl, ikinci hissəmizin cavabı mənfi 1'dir. Hesablanır, olur 2. Cavab olur D bəndi. Deməli, təkrar edirəm. 2 minus 3'ün yerinə qoşması olan 2 plus kök 3 yazdıq. Sadəcə qüvvətində mənfi 1. Bu ifadələr bir-birini ixtisar aparır və mənfi 1 qalır. Birinci hissəni də izah etmişdik 3 idi. 3 və mənfi 1'in cəmi də bizə verdi 2. Yəni D bəndi. 103 oldu D. Haradadır? Burada. İşarəliyə keçək 104'ə. Aha. 104'də uşaqlar 2 mötərizə verilibdir. Baxıram ki, bu mötərizələri vurub açsaq, bu bizə sərf edən bir şeylər alınmaz. Daha çox uzun gedər. Gəlin düşünək. Biz 1'in yerinə nə yaza bilərik? Loqaritma 4 əsaslı bir şey. 1'in yerinə loqaritma 4'dən 4 yazmaq mümkündür. Çünki 4'dən 4 onsuz da bizə 1 verir. Loqaritma 4'dən 36'nı olduğu kimi yazıram. Keçirəm digər mötərizəyə. 1'in yerinə bu dəfə digər tərəfdə əsas 9'dur deyəm. Loqaritma 9'dan 9 yazıram. Çıxılsın loqaritma 9'dan 36. Bərabər. Uşaqlar, biz bilirik ki, çıxmada bölmə işləmi eləyirik. Loqaritma 4 əsasdan 4 bölək 36. Vurulsun loqaritma 9 əsasdan 9 bölək 36. İxtisarlarımızı aparaq. 4 və 36 ixtisar gedir. 1, 9 qalır. Burada da 1, 4 qalır. Düzdürmü? Gəlin əlimizdə qalmış hissələri yazaq. Bərabər loqaritma 4 əsasdan. Uşaqlar, burada 9'da 1 qalır. 9'da 1'i biz 9 üstü mənfi 1 yazaq. Vuraq. Loqaritma 9 əsasdan 4'də 1 qalıb. 4'də 1'i 4 üstü mənfi 1 yazaq. İndi nə edirəm? Mənfi birləri qüvvət şəklində qarşıya atıram. Mənfilər qarşıya atılır, hər ikisindən ümumi qarşıya atılır. Və mənfilər bir-birləri ilə vurulub müsbət olurlar. O zaman əlimizdə nə qalır? Loqaritma 4'dən 9, vuraq loqaritma 9'dan 4. Biz bilirik ki, loqaritmanın xassəsinə görə bu ifadələri bir-birləri ilə ixtisar edə bilərik. Yəni 9 ilə 9'u ixtisar aparırıq, 4 ilə 4'ü ixtisar aparırıq. Və cavabımız qalır 1. Olur 104 A bəndi. 1. İşarələyək və keçək 105'ə. 105 ədədləri üçün aşağıdakı münasibətlərdən hansı doğrudur deyir. Gəlin variantlara baxaq. Uşaqlar, A bəndində deyir ki, A və B bir-birinə bərabərdir. Təbii ki, loqaritma 4'dən 5, 5'dən 6'ya bərabər olası deyil. Bu variant yanlışdır. B variantına baxaq. AB hasili 30'dur deyir. Gəlin göstərək. Loqaritma 4'dən 5 vurulsun. Loqaritma 5'dən 6 bərabər 30. B variantı bizə bunu deyir, düzdürmü? Biz bilirik ki, 5 və 5 ixtisar gedir. Loqaritma 4'dən 6 qalır. Loqaritma 4'dən 6 isə heç vaxt 30'a bərabər olası deyil. Yəni B variantı da tamamilə yanlışdır. C variantında B A üstəgəl 5'ə bərabərdir deyir. Bu da yanlışdır. D və Y variantlarında isə müqayisələr var. Gəlin müqayisə hissələrinə baxaq. Görək hansılar doğrudur. Uşaqlar, loqaritma 4'dən 5 və loqaritma 5'dən 6 var əlimizdə. Bəs hansı daha böyükdür? Hansının dərəcəsi daha kiçikdirsə, uşaqlar, kiçik olan dərəcə daha böyükdür. Dərəcə də deməyək, əsas. Belə desəm daha doğru olar. Baxın, loqaritmada əsas nə qədər kiçikdirsə, görürsünüz, biri 4'dür, digəri 5'dir. Əsası kiçik olan böyük olacaqdır. Bax, bu şəkildə. Yəni, A böyükdür
B-dən. 105-də cavabımız olur D variantı. Eyni qaydada 106-cı sualda da idi. Gəlin 106-ya baxaq. 106-da da müqayisə olacaq. Loqaritma 3-dən 4 və loqaritma 4-dən 5. Uşaqlar, eyni qayda ilə desək, yəni əsasımız, görürsünüz, birində 3, digərində 4-dür. Əsas nə qədər kiçikdirsə, loqaritma da o qədər daha böyükdür. Deməli, loqaritma 3-dən 4, 4-dən 5-dən daha böyükdür. Yəni A böyükdür B-dən. Bəs A-nın B-dən böyük olduğu variant elə 106-da da D variantındadır. 105 və 106 hər ikisi D variantı oldu. Keçid alaq 107-yə. Ümid edirəm ki, aydın oldu. 107-ci sualımıza baxaq. Burada uşaqlar, diqqət etsəniz, arada üstəgəlmə işarəsi görərsiniz. Üstəgəlmə olduqda biz bilirik ki, bu loqaritma üçün vurma deməkdir. Düzdürmü? Loqaritma kök 2 əsasdan 2 sinus pi böl 8 vurulsun kosinus pi böl 8. Uşaqlar, loqaritma kök 2-ni yazıram. Bu bizə sinus 2 alfanın düsturunu verir. 2 sinus pi böl 8-ə vurulur. Yəni sinus 2 vurulsun pi böl 8 olur bu bizim qaydamıza görə uşaqlar. Sinus 2 alfanın düsturudur. 2 və 8 ixtisar gedir. Deməli, davam edək. Loqaritma kök altda 2 əsasdan sinus pi böl 4 qalır əlimizdə. Pi böl 4 45 dərəcədir. 45 dərəcədə sinusun qiyməti kök altda 2 böl 2-dir və yaxud 1 bölünsün kök 2-də yazmaq mümkündür uşaqlar. 1 bölünsün kök 2-ni isə biz kök altda 2 üstü mənfi 1 yaza bilərik. Kök altda 2 üstü mənfi 1. Kök altda 2-lər ixtisar getsə, cavabımız mənfi 1 şəklində qalır. Yəni 107 olur C variantı. 107C. Sinus 2 alfanın düsturunu da buraya yazmaq istəyirəm. Sinus 2 alfa, 2 sinus alfa, kosinus alfadır. Bax, bu düstura əsasən biz yazdıq. Davam edək 108-lə. 108-də həmin bu eyni sualdandır. Amma narahat olmayın, izahını verəcəm. Çünki izah etməyəndə sonra şərhlərdə hamı başlayır ki, müəllim niyə hamısını ardıcıl izah etmir. Yaxşı. Ona görə 108-i izah edək. Yaxınlaşdırım. Ümid edirəm, görürsünüz. Loqaritma kök altda 2 əsasdan uşaqlar hasildir, bir-birinə üstə gəlmədi. Vuracaq 2 sinus pi böl 12 kosinus pi böl 12. Bu şəkildə. Və biraz öncə də qeyd etdiyimiz düstura əsasən, sinus 2 alfanın düsturuna əsasən bu sinus 2 alfanın açılışıdır. Biz bağlayırıq, 2-ni vururuq pi böl 12-yə. 2 və 12 ixtisar gedir. Bir dəqiqə yazaq. Pi böl 6 qalır. Sinus pi böl 6 qalır. Pi böl 6 isə biz bilirik ki, uşaqlar 30 dərəcə deməkdir. Sinus 30 dərəcədə isə qiyməti 2-də 1 deməkdir. Düzdürmü? Bərabər. Uşaqlar, kök altda 2 biz bilirik ki, 2-nin üstü 2-də 1-dir. 2-də 1 isə 2 üstü mənfi 1-dir. Bəs bu zaman biz necə sadələşdirirdik? 2-nin qüvvətindəki mənfi 1-i sürətə yazırıq. Bu 2-də 1-i isə məxrəcə yazırıq. Loqaritma 2-dən 2 qalır əlimizdə. Loqaritma 2-dən 2 biz bilirik ki, bizə 1 verir. Bu 2 isə kəsrən sürətinə qalxır və mənfi 2 olur. Deməli, 108-də də cavabımız olur mənfi 2, yəni D variantı. Burada işarələyək. Və keçək 109-a. 109-cu sual maraqlı sualdır. Deməli, burada nəyə diqqət etmək lazımdır uşaqlar 109-cu sualda? Aşağıdan başlayacağım həll etməyə. Loqaritma, baxın bu hissədə. Loqaritma A əsasından, uşaqlar, M-i mötərizə xaricinə çıxardıram. Qalır M üstəgəl N. Vurmanı üstəgəlmə kimi parçalamağa icazəmiz var. Loqaritma A əsasından M üstəgəl loqaritma A əsasından M plus N şəklində parçaladım. Bərabərdir. Uşaqlar, hamısı artıq əlimizdə var. Loqaritma A əsasından M-i bizə B veriblər. Yazıram B üstəgəl. A əsasından M plus N-i isə bizə C veriblər. Özləri veribdir.
B üstə gəlcək. Baxın, təkrar göstərim. Bu ifadəni misalda bizə özü B şəklində verib. Bunun isə qiymətini C veribdir. B və C-ni toplayırıq. B plus C. Cavab B variantı. 109B. Keçid alaq 110-a. Elə eyni bu səhifədə yazmaq istəyirəm onu da. 110-da da eyni qaydada aşağıda uşaqlar 3-cü müxtəsər vurma düsturu var. Kvadratlar fərqidir. Loqaritma A əsasından M çıxaq N, M üstəgəl N şəklində açılır, düzdürmü? Və biz vurmanı üstəgəlmə kimi parçalaya bilərik. Loqaritma A əsasından M çıx N, üstəgəl loqaritma A əsasından M üstəgəl N. Bu şəkildə parçaladıq. Buranı biraz dəqiqləşdirək. Aha, bərabərdir. Uşaqlar, loqaritma A əsasından M çıxaq N-in qiymətini bizə, bu ifadənin qiymətini bizə Q şəklində veriblər. Yazıram Q. Üstəgəl. Digər ifadəmizin qiymətini isə P veriblər. Q üstəgəl P. Varmı variantlarda? C variantıdır. 110 olur C. İşarələyək və keçək 111-ə. Biraz yaxınlaşdırım, sizin üçün də yaxşı olsun. Uşaqlar, burada ilk öncə istəyirəm loqaritmanın ifadəsindəki bu mötərizəli hissiyə baxaq. Bu hissəni açaq. Görək nə yazılıb burada. 3 üstəgəl 1 üstəgəl 3-də 1 üstəgəl 9-da 1 və s. sonsuza qədər davam edir. Elə bunun 3 nöqtəsindən aydındır ki, bu sonsuz azalan həndəsi silsilədir. Bəs həndəsi silsilədə bizim Q-müz neçədir? Uşaqlar, Q-nü tapmaq üçün ikinci həddi birinci həddən bölmək lazımdır. Yəni B2 bölünsün B1-dir. Yəni 1 bölək 3 şəklində. Baxın, bu bizim B1-imizdir. Bu isə B2-mizdir, B3-ümüzdür və s. Bu şəkildə davam edib gedir. Sonsuz həndəsi, azalan həndəsi silsilənin uşaqlar cəm düsturunu yazıram. S bərabərdir. B1 bölünsün 1 minus Q. Gəlin düsturu tətbiq eləyək. B1-imiz 3-dür. 1 minus Q-müz isə 3-də 1-dir. 3 sürətdə qalır. Məxrəcimiz olur 3-də 2. Uşaqlar, bu isə 2-də 9 deməkdir. Baxın, bu şəkildə. 3 yuxarıya qalxır, vurulur. Biz artıq mötərizənin içərisini həll etdik. Mötərizənin içi hazırdır. Bəs misalımız hansı formadadır? 7-də 1 üstü bizə loqaritma 7 əsasından mötərizənin içində hesabladıq ki, 2-də 9 verilibdir. Mötərizənin yerinə 2-də 9 yazdım. Uşaqlar, biz 7-də 1-i 7 üstü mənfi 1 yaza bilərik. Loqaritma 7 əsasından 2-də 9. Baxın, bu şəkildə. Bəs bu zaman nə baş verir? Baxın, bu mənfi 1, qarşıdakı mənfi 1 gedir loqaritmanın bu 2-də 9-un qüvvətinə. Yəni, olur belə. 7 üstü loqaritma 7 əsasdan 2-də 9-un üstü mənfi 1. Bu dərəcəyə qalxır uşaqlar. Aydın məsələdir ki, 7-lər ixtisar gedir. 2-də 9-un üstü mənfi 1 qalır. Mənfi 1 isə tərsi deməkdir. Yəni, 9-da 2 deməkdir. Cavab olur C variantı. 111 C. İşarə eləyək və keçək. 112-də eyni qaydadadır. Gəlin həllinə baxaq. Yenə ilk öncə mötərizənin içindən baxmaq lazımdır uşaqlar. Gəlin mötərizənin içinə ilk öncə baxaq. Görək nə deyir? 4 üstəgəl 1 üstəgəl 4-də 1 üstəgəl nöqtə nöqtə. Dedik ki, nöqtələrdən bildik ki, bu sonsuz azalan həndəs silsilədir. B1-dir, B2-dir və s. davam edir. Sonsuz azalan həndəs silsilənin düsturu B1 bölək 1 minus Q-dür. B1-in yerinə bizdə 4 durur. 1 çıxılsın. Q-nü isə necə tapırdıq? Uşaqlar, ikincini birinciyə bölməklə. Yəni 1 bölünsün 4-dür. 1-dən 4-də 1 çıxırıq. Qalır 4-də 3. Bu isə tərsinə çevrilib vurulur və 3-də 16 olur. Biz mötərizəmizin içərisini 3-də 16 şəklində tapdıq. Burada 0,2 yazıb uşaqlar. Biz 0,2-ni gəlin açaq. Kənarda 10-da 2 ixtisar gedir. 5-də 1 və onu da 5 üstü mənfi 1 yazmaq mümkündür. Deməli, 0,2-nin yerinə yazıram 5 üstü mənfi 1. Qüvvətində loqaritma 5 əsasdan. Mötərizənin içərisini isə hesabladıq ki, 3-də 16 deməkdir.
Bu 3-16-mızı biraz daha qəşəng yazaq. 3-də 16 deməkdir. Bərabərdir. Uşaqlar, biraz öncə də dediyim kimi 5'lər ixtisar gedirlər bir-birləri ilə. Baxın bu 5'lər. Bu -1 isə 3-də 16'nın qüvvətinə gəlir. -1 tərsi demək olduğundan 16'da 3 olur cavabımız. 16'da 3, 112 Y variantı. Bax belə. Davam edək növbəti 113 ilə. 113'də də hissə-hissə parçalayıb göstərməyə çalışacağım ki, tam başa düşəsiz. Deməli, gəlin ilk mötərizəli ifadəmizə baxaq. 3-cü dərəcədən 16 yazılıbdır. Biz bilirik ki, 16'nı, məsələn, 4'ün kvadratı yaza bilərik. 3-cü dərəcədən 4'ün kvadratı. Bu isə 4 üstü 3'də 2 deməkdir. Düzdürmü uşaqlar? 4 üstü 3'də 2. Bax, bu şəkildə yazdım. Bəs qüvvətində nə var uşaqlar? 16'nın qüvvətində. 4 üstü 3'də 2. Qüvvətində də var loqaritma 4 əsasdan 27. Uşaqlar, bunlar qüvvət olduqlarına görə biz necə edirik? 3'də 2'ni, baxın bu 3'də 2'ni göndəririk 27'nin qüvvətinə. 4'lər bir-birləri ilə, loqaritma ifadələrdir bunlar. 4'lər bir-birləri ilə ixtisar gedir və 27 üstü 3'də 2 qalır əlimizdə. 27 3'ün kubudur. Qüvvətində də bir dənə 3'də 2 var. Bu zaman bu 3'lər bir-birləri ilə vurulur, ixtisar gedir. 3'ün kvadratı, yəni 9 qalır. Birinci mötərizəmizin cavabını 9 tapdıq. Keçək ikinci hissəyə. İkinci hissədə görək nə baş verir. Deməli, burada 2 dənə kök var uşaqlar. Kökün birinin dərəcəsi 3'dür, digərininki 2'dir. Köklər birləşir və bir-birinə vurulur dərəcələr. 6-cı dərəcədən 3 olur uşaqlar. 6'nı aydındırmı hardan aldıq? Bu hissəni biraz daha yaxınlaşdırıb göstərmək istəyirəm. Baxın, bu dərəcə 2'dir. Bu 3 və 2 bir-birinə vurulur, 6-cı dərəcə olur uşaqlar. 6-cı dərəcədən, deməli, qüvvətində nə var? Loqaritma 3 əsasdan 64 var. Bərabərdir. 3 üstü, bunu yazırıq 6'da 1. Loqaritma 3 əsasdan 64. Deməli, aydındır ki, burada 3'lər ixtisar gedir və 6'da 1 64'ün dərəcəsinə gəlir uşaqlar. 64 üstü 6'da 1 olur. 64 2 üstü 6'dır. Qüvvətində də 6'da 1 var. 6'lar ixtisar gedir və 2 qalır. Deməli, biz birinci mötərizəmizin cavabını 9 tapmışdıq. İkincini də 2. Araları çıxmalıdır. 9'dan 2 çıxırıq. Cavabımız olur 7. Yəni B variantı. 113B. Keçid alaq növbəti sualımıza. 114'ə. 114. Deməli, 25'in qüvvətində dərəcəsi 3'dür. Bunu yazırıq. 25 üstü 3'də 1. Loqaritma 5 əsasdan 27. Sadələşdirək. 25'i 5'in kvadratı yazıram. Qüvvətində. Uşaqlar, bu 3'də 1'i də, baxın bu 3'də 1'i. 3'də 1'i göndərirəm 27'nin qüvvətinə. Yəni, loqaritma 5 əsasdan 27 üstü 3'də 1 olur. Bu hissədə uşaqlar 5'lər, yaxşı 5'lər hələ ki qalsın, göstərim bunu sizə. 5, loqaritma 5 əsasdan 2'ni də qüvvətə göndərəcəm uşaqlar. 27'ni 3'ün kubu yazaq. Hələ ki gözləsin, burada 2. 27'ni 3'ün kubu yazıram və qüvvətində də 3'də 1 var. Bu 3'lər ixtisar gedir bir-birləri ilə. Qırmızı ilə göstərim. Baxın, bu 2, 3 bir-biri ilə ixtisar gedir. Əlimizdə nə qalır? 5 üstü 2 loqaritma 5 əsasdan 3'lər getdi, qaldı 3. Baxın, bu 5'lərdə gedəcək uşaqlar. Ancaq hansı şərtlə? 2 mütləq ki 3'ün qüvvətinə getməlidir. Bu hissəyə gəlməlidir. 3'ün kvadratı, yəni 9. Birinci mötərizəmizi 9 tapdıq. Keçdik ikinci hissəyə. Yenə də deyirəm, kökün dərəcəsi burada 2'dir. Baxın, bu hissədə 2 və 3 bir-birinə vurulur. 6-cı dərəcədən 5 olur. Qüvvətində isə loqaritma 5 əsasdan 64 var. Biz 5 üstü 6'da 1 yazırıq bu ifadəmizi.
loqaritma 5-dən 64. Uşaqlar, 5-lər bir-birləri ilə ixtisar gedir. 64-ün dərəcəsinə 6-da 1 gəlir. 64 2 üstü 6-dır. Qüvvətində 6-da 1 var. 6-lar ixtisar gedir və 2 qalır. Birinci mötərizəmiz 9 idi. İkinci mötərizəmiz 2-dir. 9-dan 2 çıxırıq. Digər misalla qarışdırmadıq ki. 6-cı dərəcədən 5, 2 üstü 6. 6-lar getdi, qaldı 2. Birincidə uşaqlar 27-də kök var imiş. Bircə dəqiqə baxaq. İkinci hissəmiz doğrudur. Sadəcə birinci hissədə, misalda 27-nin qüvvətində burada kök var imiş. Gəlin baxaq. Baxın, burada 27-də kök var imiş. Deməli, bu 27-nin qüvvətində bir dənə də 2-də 1 olmalıdır. Hardan yazaq onu? Bax, burada 27-nin qüvvətində bir dənə də 2-də 1 olmalıdır. Bu 2-də 1 əlavə edirəm yenidən bura. Burada 3-lər ixtisar gedəndə həmin 2-də 1 sanki gözləyir. Gəlin, istəyirsiniz təzdən yazım həmin hissəni. Çünki sonra başa düşməyəcəksiniz. İkinci hissə qalsın. 27-nin qüvvətində 2-də 1 var imiş. Həmin hissəni bir daha yazım ki, qarışıq olmasın. Deməli, 114-də. Biz dedik ki, 25 üstü 3-də 1-dir. Loqaritma 5 əsasdan 27-ni kökün altda yazıblar uşaqlar. Biz bunu yazacağıq 27 üstü 2-də 1. Bu şəkildə. Baxaq. Deməli, 25 də bilirik ki, 5-in kvadratıdır. Düzdür? 25-in yerinə də elə burada silirəm. Birbaşa yazıram 5-in kvadratı. Bu zaman uşaqlar 2 və 3-də 1 bir-birinə vurulur və 3-də 2 olur. 5 üstü 3-də 2 loqaritma 5 əsasdan 27 3-ün kubudur. Bu da olur 2-də 3. Bərabərdir. Uşaqlar, 5-lər bir-birləri ilə ixtisar gedir. Sadəcə 3-ün üstündə, baxın, bu 3-də 2 gəlir 3-ün qüvvətinə. 2-də 3-ün yanına bir dənə 3-də 2 gəlir. 3-lər ixtisar gedir, 2-lər ixtisar gedir və 3 qalır. Birinci hissəmiz 3, ikinci hissəmiz 2-dir. 3-dən 2-ni çıxırıq, qalır 1. İkinci hissəni biraz öncə də izah etmişdik. Deməli, 114-də cavab olur Y bəndi. Burada ani bir kökü görməmişdik uşaqlar. Adi bir işarə riyaziyyatda çox fərq edir. Təəssüf ki, çoxlu diqqətli olmaq lazımdır. Gəlin baxaq 115-ə. Deməli, 115 maraqlı sualdır uşaqlar. Biraz yaxınlaşdırım. Diqqətlə gəlin baxaq. Sürətdəki ifadəyə istəyirəm baxasınız. LG və LG-nin kvadratı B yazılıbdır. Gəlin biz bu ifadəni sadələşdirək. LG LG-miz qarışıq oldu. LG-nin kvadratı B-ni uşaqlar LG B-nin kvadratı şəklində yazıram. Kvadratı qarşıya atıram. LG 2 LG B şəklində. Yazaq. Deməli, buradan sadələşdirək. LG B-lərimiz ixtisar getsin və görək necə yazaq. Yox, belə yazmayaq. Bircə dəqiqə gözləyin. Gəlin uşaqlar, birbaşa yazaq. B üstü. Baxın, bu hissədə məxrəcimiz LG B-dir, düzdür? Sürətimiz də LG kvadratı B. Bu şəkildə saxlayıram. Bilirəm ki, uşaqlar, məxrəci, baxın, bu şəkildə yaza bilərəm. 1 bölünsün LG B şəklində. Qarşıya atıb, LG kvadratı B-ni də burada saxlaya bilərəm, bax bu şəkildə. Qüvvətlərin parçalanmasına görə. Bəs burada nə edirik? 1 bölünsün LG B-dir. Mən burada 1 bölünsün LG B-dən qüvvətlə əsasın yerini dəyişirəm. Loqaritma B, bu şəkildə yazaq. B əsasından, bircə dəqiqə, loqaritma B əsasından 10 şəklində. Və tərsinə çevirdikdə uşaqlar
Kəsirin sürəti ilə məxrəci yerini dəyişir. Digər hissədə qarşıda durur. LC kvadratı B. Loqaritmanın xassələridir bunlar. Deməli, burada B-lər ixtisar gedir və əsasında qalır 10. 10 üstü LC kvadrat B qalır məndə. Düzdür? Digər tərəfdən LC-nin əsasının 10 olduğunu da bilirəm axı uşaqlar. Ona görə 10 və LC-də sanki ixtisar gedir və LC kvadrat B qalır əlimizdə. D variantı. Deməli, biraz uzaqlaşdıraq. 115-ci sual. Baxaq görək. Hardadır? Bəli, D-dədir. 115-də LC kvadrat B. Deməli, biz məxrəci uşaqlar sürətdən ayırdıq. Daha sonra LC-nin əsasının 10 olduğunu bilirdik axı. 10 və B-nin yerini dəyişdik. B-ləri ixtisar apardıq, 10 əsasından qaldı. Bu daha belə qısa yol oldu. Gəlin 116-ya da baxaq. 116 da bu misalın oxşarıdır. 116. Deməli, eyni qaydada, baxın, birbaşa A üstü 1 bölünsün LC A-nı qarşıya çıxardıram. 1 bölək LC A. Bu hissəni ayırıram sürətdən. LC A-da qalır yerində. Daha sonra LC əsasının əsası 10-dur. 10 və A-nın yerini dəyişirəm. Loqaritma A əsasından 10 yazıram. Qüvvət yenə üzərində qalır. LC A. Daha sonra A-ları ixtisar edirəm. 10 əsasdan LC A qalır əlimizdə. Düzdürmü? LC-nin əsasının 10 olduğunu da bilirik. Onlar ixtisar gedir və əlimizdə qalır LC A. 116-da cavab olur. LC A hansı bənddədir? B bəndindədir. Bax belə. Məxrəc və sürəti parçalayırıq, ayırırıq. Keçid alırıq 117-yə. Burada da işarələyək. 114-də Y oldu. Burada LC kvadrat B D variantı. Burada da LC A B bəndi. 117-yə baxaq. Aha. 117-də uşaqlar qüvvətə baxaq, 5-in qüvvətinə. Görürsünüz ki, hər birində loqaritma 5 əsasdan 3 var. Gəlin, loqaritma 5 əsasdan 3-ü mötərizə xaricinə sanki çıxardaq. Nə qalır əlimizdə? İlk birincidən loqaritma 5 əsasdan 3-ü çıxardanda 1 qalır. Üstə gəl 2-də 1, üstə gəl 4-də 1 və üstə gəl nöqtələr. Biraz öncə də belə bir misal işləmişdik və dedik ki, bu həndəsi silsilədir. B1, B2, B3 və s. davam edir və bu 3 nöqtədən də elə göründüyü kimi sonsuz azalan həndəs silsilədir. Q-nü tapmaq üçün ikincini birinciyə bölmək lazımdır. Yəni 2-də 1-i bölürük 1-ə, Q-müz olur 2-də 1. S-in düsturu isə B1 bölək 1 minus Q-dür. Bərabər B1-in yerinə 1 yazırıq. 1 çıxılsın, Q-nün yerinə isə 2-də 1 yazırıq uşaqlar. Bərabərdir. 1-dən 2-də 1 çıxdıq, 2-də 1 qaldı, 2 yuxarı qalxdı. Deməli, S-imiz oldu 2. Yəni, mötərizənin içərisində biz 2 tapdıq. Loqaritma 5 əsasından 3 və 2-ni uşaqlar burada qabağından yazacağım. 2 loqaritma 5 əsasından 3. Və bu ifadə 5-in qüvvətindədir uşaqlar. 5-in qüvvətində dayanır bütün bunlar. Deməli, biz bilirik ki, 5-lər burada ixtisar gedəcək. Sadəcə 2 hara getməlidir? Biraz öncəki misallarda da dediyimiz kimi 3-ün qüvvətinə gedir. Olur 3-ün kvadratı, yəni 9. C variantı. Burada da C-mizi işarələyək. Keçək 118-ə. 118-də də həndəsi silsilə ilə yazmalıyıq. Baxaq. Deməli, burada da LC 2-ni mötərizə xaricinə çıxardırıq. Bu zaman nə qalır uşaqlar? 2-də 1, üstə gəl 4-də 1. Üstə gəl 8-də 1 və s. nöqtələr. Düzdürmü? Həndəsi silsilədir. B1-dir. Burada bunu qırmızı ilə gəlin yazaq, seçilsin. Deməli, bu bizim B1-imizdir. Birinci hədd. Bu isə B2-imizdir. Q-nü tapmaq üçün B2-ni B1-ə bölməliyik. Yəni 4-də 1-i 2-də 1-ə bölməliyik. Bu isə 4-də 2, yəni 2-də 1 edir. S-in düsturu isə B1 bölünsün 1 minus Q idi. B1-in yerinə yazırıq 2-də 1. Məxrəc də 1 çıxılsın, Q-müz də 2-də 1-dir. Sürət 2-də 1 olaraq qalır. 1-dən 2-də 1 çıxdıqda 2-də 1
Bu ifadə isə bizə 1 verir. Bax belə. Deməli, mötərizəmizin içi cəm bizə 1 verdi. Elcə 2-ni də 1-ə vurduqda elə elcə 2 edir. Bəs bu hardadır? Onun qüvvətindədir uşaqlar. Deməli, onun qüvvəti necə oldu? Elcə 2 şəklində oldu. Elcənin əsası da 10 olduğuna görə onlar ixtisar gedir və cavabımız qalır 2. Yəni 118 olur D variantı. D variantını işarələyək və keçək 119-a. Səhvimizi silək. Yenə də əvəz etməli bir sualdır. Uşaqlar A və B ilə ifadə etməkli. Bu tipli bir neçə sual işləmişdik. Gəlin baxaq. Deməli, loqaritma 5 əsasdan 9,8-i bizdən soruşur. Gəlin sadələşdirək. Uşaqlar, burada diqqət etsək, elcə 2, elcə 7 verib bizə. Yəni 10 əsaslı loqaritma verib. Ona görə də ilk öncə əsası dəyişməklə işə başlamaq istəyirəm. Yəni, əsası necə dəyişirəm? Tutalım ki, hər ikisini 10 əsasa gətirmək istəyirəm. Bu zaman nə edirəm? Sürətə 10 əsasda elcə şəklində yazılır. Uşaqlar birbaşa yazıram. Elcə 9,8 sürətə yazıram. Elcə 5 də məxrəcə yazıram. Bax, bu zaman artıq mən əsası dəyişmiş sayılıram. Yəni, hər ikisi artıq 10-cu əsasa gəldilər. Uşaqlar, siz bilməlisiniz ki, elcə 5-in yerinə kənarda göstərirəm. Elcə 10, çıxaq, elcə 2 yaza bilərsiniz. Bu nə deməkdir? Çıxma bölmədir. Onu 2-yə böldükdə 5 qalır. Yəni, elcə 5 verir. Elcə onun özü isə bizə 1 verir uşaqlar. Deməli, məxrəcə 1 çıxılsın elcə 2 yaza bilərik. Elcə 5-in yerinə. Sürətə baxaq. 9,8 nə deməkdir? 9,8 10-da 98 deməkdir. Düzgün olmayan kəsirlə. Biz bunu necə yaza bilərik? Bu 10-da 98-i kəsir xətti bölmə deməkdir. Çıxma ilə əvəz edə bilərik. Yəni, sürətə yazıram belə. Elg 98 çıxılsın elg 10. Bax belə. Bərabər 1 çıxılsın. Uşaqlar, artıq elcə 2-nin yerinə C yazıram. Bu yerində dayansın. Elcə 10 isə bizə 1 verir. Burada bir dənə çıxaq birimiz var, yazaq. Deməli, 98-i gəlin parçalayaq. 98-i, uşaqlar, biz parçalamalıyıq 7 və 2-yə görə. 98, 49 vurulsun 2-dir. Yəni, elcə 2, üstə gəl, elcə 49 deməkdir. Bərabərdir. Bir çıxaq C-ni yenə olduğu kimi yazıram. Uşaqlar, elcə 2-ni bizə qiymət veriblər, C-dir. Bəs 49 nədir? 49 7-nin kvadratıdır. Yəni, elcə 7-dir. 2 elcə 7-dir. 2 elcə 7 deməkdir. Çıxılsın 1. Bərabər. Uşaqlar, elcə 7 B-dir. 2 elcə 7-nin yerinə də 2B yazırıq. C üstə gəl 2B, çıxılsın 1. Məxrəc də 1 çıxılsın C şəklindədir. Baxaq görək hansı bənddədir. Müəlliminiz yenə də 120-ci sualına qarışdırıbdır. Uşaqlar, 119-da elcə 2-lərin yeri A-dır. Elcə 2 gördüyümüz yerə A yazsaq daha gözəl olur. Gəlin elə bunu qırmızı ilə də eləyək, çox da bilinməsin. A. Bəzən özümdən asılı olmadan digər misala gözüm sürüşür. Deməli, əslində çox bir fərq olmadı. Sadəcə orada A idi bizdə. İşarələmə 120-də C ilə veriblər. Deməli, sürətimiz oldu belə. A plus 2B çıxılsın 1. Məxrəcimiz oldu 1 çıxılsın A. Yəni B variantı. Bax belə. Keçək 120-yə. 119-da cavab oldu B. İşarələyək, sonra keçək. 120-də 0,52 deyir uşaqlar. Gəlin baxaq görək. Loqaritma 5 əsasdan 0,52. Bunu da yenə elg 10 əsasına gətirmək lazımdır. Gəlin sadələşdirək. Bərabərdir. Elg 152. Birbaşa yazıram artıq. Və elc 5. Deməli, biraz öncəki misalımızda da dediyimiz kimi elc 5-i 1 çıxılsın elc 2 yazmaq olar. Elc %52-ni isə uşaqlar. Buna nə oldu? Əlimdəydi bir dəqiqə. Elc %52-ni isə deməli elc 52 çıxılsın elc 100 yaza bilərik. 100 onun kvadratıdır uşaqlar və 2 elc 10 deməkdir. Elc 52 isə deməli 13 vurulsun 4 deməkdir, düzdürmü? 52
Baxın, burada göstərək. 4 vuraq 13'dür. Yəni, LG 4, üstəgəl LG 13, üstəgəl LG 100 isə onun kvadratı olduğuna görə bu ifadə 2 deməkdir. Burada çıxaq düşərəmiz. Çıxaq 2. 1 çıxılsın. LC 2-nin isə qiymətini bizə C veriblər. Bərabərdir. LC 2-nin yerinə C yazdım. 1 çıxaq C məxrəcimizdir. Uşaqlar, LG 4 2-nin kvadratıdır. Yəni 2 LC 2 deməkdir. Bu hissə bizə verir 2C. Üstəgəl LC 13-ü bizə D veriblər. Çıxılsın 2. Bax belə. Sadəcə verilənləri yerinə yazdım. Deməli 2C üstəgəl D çıxılsın 2. 1 çıxaq C D variantı. 120 olur D. Keçid alaq 121-ə. 121-də uşaqlar, bu tipli bir misal işləmişdik. Yenə də baxaq. Deməli, LG-ni mötərizə xaricinə çıxardıram. Sürəti sadələşdirməklə başlayaq işə. Belə bir fayda qalır əlimizdə. 2 üstəgəl 4, üstəgəl nöqtələr və 2 üstü n şəklində. 4-ü də 2-nin kvadratı kimi təsəvvür edə bilərsiniz. Yəni, bu 2-nin qüvvətləridir uşaqlar. 2-nin qüvvətləridir. Üstəgəlmədir uşaqlar. Üstəgəlmədə isə bunlar vurma şəklində parçalanırlar. Yəni, üstəgəlməni biz vurma şəklində yazırıq. Əslində, bax, belə yazmalıyıq uşaqlar. Bax, göstərim sizə. Üstəgəlmə vurma şəklində yazılır. Yəni, LC 2 vurulsun 4 vurulsun nöqtə 2-nin üstü n bu şəkildə. LG 2 vurulsun 4 2-nin kvadratıdır. Sonra başqa digər ədədlər də gəlir və nəhayət 2-nin üstü n olur. Vurulanda isə üstlər toplanılır. Yəni 2-nin üstü, baxın bu 2-nin də qüvvəti 1-dir. 1 üstəgəl 2 üstəgəl nöqtə n olur. Bərabər LC 2-nin qüvvətində. Uşaqlar, bu ifadə ki var. Baxın bu hissəni belə göstərim. Bax bu hissə bizə bu cəmi hesablamaq üçün silsilə lazımdır. Yəni 1-dən n-ə qədər ədədlərin cəmidir. Bu isə n vurulsun, n üstəgəl 1 bölək 2 düsturu ilə hesablanır. Biz bilirik ki, loqaritmada qüvvəti qarşıya atmaq olar. Yəni n vurulsun, n plus 1 bölək 2. Bu hissəni qarşıya atırıq, tamamilə loqaritmanın qarşısına. Və LC2 də yanında qalır. Bax, bu hissə bizim artıq sürətimizdir. Biz sürəti sadələşdirdik. Elə buradaca kəsir xəttini çəkirəm və məxrəci də buradan yazıram. N üstəgəl 1 və LC2. Məxrəci də yazdım. Artıq ixtisara tamamilə hazırdır. LC2-lərimiz ixtisar gedir. N plus 1-lərimiz də ixtisar gedir. Düzdürmü? Əlimizdə qalır n bölək 2. Deməli, uşaqlar, n elə bir ədəddir ki, bu ədəd 2-yə bölünür. 2-yə bölünürsə, bu ədəd cüt ədəddir deyirik. 2-yə bölünürsə, cüt ədəddir. Bəs variantlarda hansıdır? Cüt olan variant Y variantıdır. 121 olur Y. Burada görüm, işarəliyim. Bax belə. Keçək növbəti varianta testə. 122. Bəli, 122 də bu sualın oxşarıdır. Elə aydın olsun deyə bu sualı da gəlin izah edək. Deməli, belə 122. Uşaqlar, yenə də sürətə baxıram. Sürətdə üstəgəlmədir. Üstəgəlmə biz bilirik ki, vurma deməkdir. Ln 3 vurulsun, 9 vurulsun, nöqtə 3 üstü n. Aha, ln. Burada uşaqlar 3 vurulsun, 9 3-ün kvadratıdır, nöqtə 3 üstü n-dir. Bu 3-ün qüvvəti 1-dir. Vurulanda üstülər toplanılır. Yəni olur 1 üstəgəl 2 üstəgəl nöqtə n. 1-dən n-ə qədər biz danışdıq ki, bu ədədlərin cəmini yazmalıyıq. Bəs necə yazırdıq? ln 3 qalır. Bu 1-dən n-ə qədər ədədlərin cəmi silsilə düsturuna görə n vurulsun, n üstəgəl 1 bölək 2-dir. Bu bunun qaydasıdır. Biz də bilirik ki, qüvvəti qarşıya ata bilərik. N vurulsun, n plus 1 bölək 2-ni qarşıya atıram. ln 3 də yanında qalır. Bu bizim sürətimiz. Məxrəcdəki ifadəmizi də yazaq. Məxrəcdəki ifadəmizdə n ln 3-dür. Bu şəkildə. İndi ixtisarımızı edək. ln 3-lər ixtisar gedir, n-lər ixtisar gedir. Əlimizdə qalır n üstəgəl 1 bölünsün 2. Aha, deməli, n plus 1 2-yə bölünürsə, bizim n plus 1 hissəmiz ki var, uşaqlar, baxın bu hissə. N plus 1 özü cüt olmalıdır. Bəs n plus 1 cütdürsə, n-in özü
gərək tək ədəd olsun. Çünki n tək olmalıdır. Üstünə də 1 gələndə olur cüt və cüt olduğuna görə də 2-yə bölünür. N tək ədəddirsə, variantlara baxaq görək hansı tək ədədlərə uyğun gəlir. A bəndi cütlərdir. B bəndi isə 2k-1, 2k+1 bu formada olan ədədlər tək ədədlərə nümunədir. Yəni 122 olur B. 122-də B-ni işarələyirik. Keçirik 123-cü sualımıza. Aha, bu da gözəl bir sualdır uşaqlar. Bəs necə yazırıq? Gəlin baxaq. Deməli, istəyirəm ikinci hissəyə baxaq. Biz ikinci hissədə əsasla qüvvətin yerini dəyişə bilərik. Yəni 14 ilə 3-ün yerini dəyişə bilərik uşaqlar. Neçə dəqiqə? Zaretkam ölür. Bəli, davam edək. Deməli, ikinci kəsirdə 3 və 14-ün yerini dəyişirəm. Yerini dəyişdiyim zaman kəsirdə tərsinə çönür. Yəni, loqaritma 3 əsasdan 7-dən 40 üstə gəl, loqaritma 3 əsasdan 14 yaza bilərəm. Baxın, görürsünüz, 3 və 14-ün yerini dəyişdim və kəsirdə tərsinə çöndüm. Daha sonra əsaslarım eyni olduğuna görə üstə gəlmədə loqaritma 6 ifadələri bir-birinə vura bilərəm. Yəni, 7-də 40 vurulsun 14 yazıram. Loqaritma 3 əsasdan 7 və 14-ü ixtisar edirəm. 42-yə vururam, 80 yazıram. Loqaritma 3 əsasdan 80. Bəs bu hansı aralıqda yerləşir? Hansı iki ədədin arasında yerləşir? Uşaqlar, biz bilməliyik ki, 3-ün kubu 27-dir. 3-ün üstü 4 isə 81-dir. Deməli, 3 üstü 80, 3 əsasdan 80, 27 və 81 arasında yerləşən bir ədəddir. Yəni, 3 və 4-ün arasında yerləşir. Olur cavabımız Y variantı. Deməli, 3 və 4-ün arası Y bəndi. Gəlin 124-cü suala da baxaq eyni qayda ilə. Deməli, yenə də burada biz digər tərəfdə əsası yerini dəyişirik. Loqaritma 4 əsasdan 5-də 22 üstə gəl. Loqaritma 4 əsasdan 15 yaza bilərik. Yerini dəyişdim. Üstə gəlmədi deyə vurarıq. 5-də 22 vurulsun 15. Uşaqlar 5 və 15-i ixtisara apararıq. Qalır 3. 3-ü 22-yə vururuq 66. Loqaritma 4-dən 66. Uşaqlar bilməliyik ki, 4-ün kubu 64 deməkdir. 4-ün üstü 4 isə 256-dır. 66, 64 və 256-nın arasında yerləşir. Yəni, 3 və 4-ün arasında yerləşən bir ədəddir. 3 və 4-ün arasında B variantı. Buna bəzən deyirlər tam hissəsini tap. Siz deyirsiniz 3 və 4-ün arasındadır. Deməli 3 tam neçəsə bir ədəddir. Tutam 3,5-dirmi, 3,1-dirmi belə bir ədəddir. Tam hissəsi olur 3. Yəni həmişə kiçiyini götürürsünüz. Keçid alaq 125-ə. Aha, 125-də qəşəng bir misalımız var. Gəlin diqqətlə baxaq. Uşaqlar, həll etmək üçün ilk növbədə mötərizənin içərisinə baxmaq istəyirəm. Mötərizənin içərisini həll etsək, qalanın özü arxasıca gələcək. Deməli, misal necədir? 5, kök altda 5-ci dərəcədən 5, kök altda 5-ci dərəcədən 5. Bu şəkildədir misalımız, düzdür? Bunu necə sadələşdirirəm? İlk 5-mi yazıram. 5 vurulsun. Baxın, bu hissə ki var. Baxın, bu hissə. Bu hissəni necə yazıram? Bu 5 uşaqlar. 5-də 1-ci dərəcədən kökün altdadır. Bunu yazdım. Vurulsun. Keçirəm digər 5-imə. Burada elə bir dənə də var idi. Yoxsa belədir. Hə, belədir. İndi bu 5, digər 5-imiz. Baxın, bu hissə. Altından xət çəkim. Bu 5 neçə dənə kökün altındadır? 2 dənə kökün altındadır. Görürsünüz. Hər bir kökün də dərəcəsi nədir? Bu da 5-dir. Bu da 5-dir. Yəni 25-ci dərəcədən kökün altdadır. 25-də 1 yazıram. Və salam. Vurulanda üstlər toplanılır. 1, üstə gəl 5-də 1, üstə gəl 25-də 1. Gəlin toplayaq. 5-in üstü, deməli 1 tam 25-də 5, 1, 6. 1 tam 25-də 6. Bu isə 5-də, 5-in üzərində 25-də 31 deməkdir. Mötərizəmizin içərisini tapdıq. Gəlin indi yazaq. Loqaritma 5 əsasdan, loqaritma 5 əsasdan 5-in üstü 25-də 31. Bax, belə bir ifadə aldıq. Bu 5-lər gedir.
loqaritma 5 əsasdan deməli 25-də 31 qalır əlimizdə. Bəs bu ifadəni necə sadələşdiririk? Biz bilirik ki, kəsr olanda biz onu deməli çıxma ilə əvəz edə bilərik. Yəni loqaritma 5 əsasdan 31 çıxılsın loqaritma 5 əsasdan 25. 25 də 5-in kvadratı olduğuna görə çıxılsın. 25 5-in kvadratıdır və 5-lər də ixtisar gedir. Qalır 2. Loqaritma 5 əsasdan 31 çıxılsın 2. Cavab olur D variantı. 125-də cavabımız D-dir. Keçid alaq 126-ya. Oy, bu nə idi? Silək. Və 126-ya baxaq. 126-da da eyni qaydada ilk öncə mötərizələrin içinə baxmaq istəyirəm. 3, sonra 3-cü dərəcədən 3 və 3-cü dərəcədən yenə də 3. Deməli, ilk 3-ümü yazıram. Sonraki 3-üm 3-cü dərəcədən kökün altdadır. Baxın, görürsünüz, bu hissəni nəzərdə tuturam. Yəni 3-də 1-dir. Vurulsun. Digər kökümüz isə 2 dənə kökün altdadır və burada hər birinin dərəcəsi 3-dür. Baxın, bu da 3-dür, bu da 3-dür. Deməli, 9-da 1-ci dərəcədən kökün altdadır. Burada isə bu 3-ün qüvvəti 1-dir. Vurulanda üstlər toplanılır. 1, 3-də 1 və 9-da 1-i toplayıram. Bərabərdir. 3-ün üstü 1 tam 9-da 4-dir. Düzgün olmayana çevirək. 9-da 13 olur. Bu şəkildə mötərizəmizin içərisini tapdıq. İndi sadələşdirək. Loqaritma 3 əsasdan, loqaritma 3 əsasdan 3 üstü 9-da 13. Deməli, bu loqaritmalar ixtisar gedir. Loqaritma 3 əsasdan 9-da 13 qalır. Bilirik ki, bölməni çıxma ilə əvəz edə bilərik. Loqaritma 3 əsasdan 13 çıxaq. Loqaritma 3 əsasdan 9. Uşaqlar, loqaritma 3 əsasdan 13-ü yazıram. 3 əsasdan 9 isə 9 3-ün kvadratıdır. 3-lər gedir 2 qalır. Çıxılsın 2 şəklində qalır. Bu da olur C bəndi. Bax belə. 126 C. Keçid alaq 127-yə. 127 də çox gözəl bir sualdır. Faktorialdır. Deməli, uşaqlar, biz bilirik ki, faktorial nə deməkdir? 11 faktorial 11-dən 1-ə qədər olan ədədlərin hasilidir, düzdür? Və onu istədiyimiz yerdə biz saxlaya bilərik. Məsələn, bizdə misalda verib necə? Loqaritma 2 əsasdan 12 faktorial. Siz bilməlisiniz ki, uşaqlar, biz bunu loqaritma 2 əsasdan 12 vuraq 11 faktorial şəklində yazıb dayandıra bilərik. Niyə 11-də saxlayıram? Çünki misalın şərtində bizə 11-dən veriblər. Məsələn, 10 versəydilər, 12 vuraq, 11 vuraq, 10 şəklində yaza bilərdim. Vurmanı üstə gəlmə kimi parçalaya bilərik. Loqaritma 2 əsasdan 12, üstə gəl, loqaritma 2 əsasdan 11 faktorial. Bərabərdir. Uşaqlar, 2 əsasdan 12-ni parçalayaq. 12-ni biz 3 vuraq 4 yaza bilərik, düzdür? Loqaritma 2 əsasdan, burada da yazıram 4. Üstə gəl, loqaritma 2 əsasdan 11 isə, yəni bu ifadəni uşaqlar bizə. Baxın, bu gördüyünüz ifadəni özləri bizə A şəklində veriblər. Buraya yazıram birbaşa A. Bərabər. Loqaritma 2-dən 3 isə B veriblər. B yazıram, üstə gəl. 2-dən 4 2-nin kvadratıdır. Ona görə də bir dənə 2 yazıram bura. A üstə gəl, B üstə gəl 2. 127 olur, Y bəndi. 127-yə Y yazaq və 128-ə keçid alaq. Bəzi hissələri qısa getdim. Loqaritma 2 əsasdan 4-ü. Ümid edirəm ki, artıq 128-ci sualdayıq. Asan şeyləri başa düşərsiniz. Loqaritma 2 əsasdan 16 faktorialı uşaqlar. 16 vurulsun, 15 vurulsun, 14 faktorial şəklində yazıb saxlayıram. Vurmanı üstə gəlmə kimi parçalaya bilərik. Loqaritma 2-dən 16, 2-dən 15 və üstə gəl loqaritma 2-dən 14 faktorial. Uşaqlar, 2-dən 16, 16 2-nin üstü 4 deməkdir. Bunu yazdım. 2-dən 15-ə baxaq. 2-dən 15-i özü bizə B veribdir. Yazdım. 2-dən 14-ü isə bizə A şəklində veribdir. Onu da yazdıq. 2-lər burada gedir, qalır 4, A və B. Deməli, 4 üstə gəl A, üstə gəl B. Yəni, A bəndi 128 olur A. Keçid alaq 129-a. Bunu silək.
129-cu suala baxaq. Deməli, biraz yaxınlaşdıraq. Aha, 5-in qüvvətində bir ifadə var uşaqlar. İlk öncə bu qüvvətdə verilən ifadəni sadələşdirib həll edəcəm. Daha sonra 5-in qüvvətində baxarıq, görək bu bizə nə verir. Qüvvətdəki ifadəyə baxıram. Loqaritmalardır. Hər ikisinin əsası kök altda 2 əsasdandır və arada toplama var. Deməli, toplama var və əsaslar da eynidirsə, mən onları bir-birlərinə vura bilərəm. Kök altda 5 üstəgəl kök altda 3 və çıxılması. Biz bilirik ki, uşaqlar, bu müxtəsər vurma düsturudur. Və müxtəsər vurma düsturunu biz qayıdıb bağlamalıyıq. Açıq şəkildə veriblər, bağlayırıq. Yəni, kök altda 5-in kvadratı çıxılsın kök altda 3-ün kvadratıdır. 5 çıxılsın 3 verir bizə. Uşaqlar, kök altda 2-ni 2 üstü 2-də 1 yazıram. 5-dən də 3 çıxanda 2 qalır. Biz bilirik ki, 2-nin qüvvəti 1-dir. Deməli, necə olurdu? 2-nin qüvvətindəki 1 sürətə gedir. Bu 2-də 1 isə məxrəcə və loqaritma 2-dən 2. 2-dən 2-lər ixtisar gedir, bizə verir 1. 2 isə sürətə qalxır. Deməli, uşaqlar, bütün sürətdəki, qüvvətdəki ifadəmizin qiyməti 2-dir. Əsas 5 idi. Biz isə bütün qüvvəti hesabladıq və 2 tapdıq. 5-in qüvvətində 2 olur 25. Yəni, Y variantı. Burada işarələyək və keçək 130-a. Aha, 130-da da eyni qaydadadır. İlk öncə qüvvəti sadələşdirək. Üstə gəlmədə vururuq. Kosinus pi böl 8. Üstə gəl sinus pi böl 8. Vurulsun. Kosinus pi böl 8. Çıxaq sinus pi böl 8. Uşaqlar, biz bilirik ki, bu kvadratlar fərqidir. Kvadratlar fərqində deməli bu şəkildə bağlanır. Kosinus kvadrat pi böl 8 çıxılsın sinus kvadrat pi böl 8 şəklində. Kvadratlar fərqini bağladıq. Bəs kosinus kvadrat çıxaq sinus kvadrat bizə nə verir? Uşaqlar, bu bizə kosinus 2 alfanın düsturunu verir. Kosinus 2 alfanın düsturudur. Yəni, kosinus 2 vurulsun pi böl 8'dir. 2 və 8'i ixtisar edirik. Loqaritma kök altda 2 əsasdan kosinus pi böl 4 qalır. Pi böl 4 45 dərəcə deməkdir. 45 dərəcədə kosinusun qiyməti kök altda 2 böl 2'dir və yaxud 1 bölünsün kök altda 2 yazmaq olar. Bu isə kök 2 üstü mənfi 1 verir və kök 2'lər gedəndə ifadənin qiyməti mənfi 1 qalır. Deməli, bütün qüvvətdəki ifadəni hesabladıq, sadələşdirdik və mənfi 1 tapdıq. 3-ün qüvvətini mənfi 1 tapdıq. Bu isə 3-də 1 deməkdir. D variantı. 130 D. Keçid alaq 131'ə. Aha. 131'də 2 əsasdan 30, 3 əsasdan 40, 6 əsasdan 70 ədədlərini müqayisə etməyi bizdən tapşırır uşaqlar. Gəlin belə təqribi baxaq. Yazıram. A bərabərdir. Baxın, 2 əsasdan 30 nə deməkdir? Belə təsəvvür edə bilərsiniz. 2 üstü 5, 32 eləyir. Düzdür? Baxın, 2 üstü 5, 32'dir. 2 üstü 4 isə 16'dır. Deməli, 2 üstü 30, 2 əsasdan 30, 4 və 5'in arasında yerləşən bir ədəddir. Yəni, A 4 tam neçəsə bir ədəddir uşaqlar. 4 tam onda 1 mi, 4 tam onda 2 mi? Belə təqribi baxa bilərsiniz. 4 tam onda neçəsə bir ədəddir. B-yə baxaq. B loqaritma 3 əsasdan 40 verilib, düzdür? 3'ün qüvvətlərinə baxın. 3'ün kubu 27'dir, 3'ün üstü 4, 81'dir. Deməli, 40 da 27-81 arasında yerləşdiyinə görə 3 və 4 arasında yerləşən bir ədəddir. Yəni, baxın, bu qüvvətlərə əsasən deyirəm. Yəni, 3 tam onda neçəsə bir ədəddir. 3 tam onda 1'dir-mi, 3 tam onda 2'dir-mi? Yəni, bu şəkildə bir ədəddir. Tutalım ki, 3 tam onda 1'dir. C-yə baxaq. Onsuz da bizi əsas maraqlandıran burada tam hissədir. Loqaritma 6 əsasdan 70. 6'nın qüvvətlərinə baxırsınız uşaqlar. 6'nın kvadratı 36'dır. 6'nın kubu isə 216'dır. Düzdür? 70 isə 36 və 216 arasında bir ədəddir. Yəni 2 ilə 3'ün arasında bir ədəddir. Bax, bu qüvvətlərin 2 və 3 arası bir ədəddir. 2 tam onda 1'dir-mi, 2 tam onda 2'dir-mi? Artıq orası sizə qalıb. İstədiyiniz ədədi yaza bilərsiniz. Ancaq əsas nədir? Əsas tamımızdır.
Əsas tamı tapmaqdır. C-nin tamı oldu 2 tam, A 4 tamdır, B də 3 tam bir ədəddir. Açıq aydın görünür ki, içində ən kiçiyi C-dir, ən böyüyü də A-dır. Yəni A böyükdür B-dən, B də böyükdür C-dən. Bax bu şəkildə cavab olur 131 A bəndi. Bax beləcə sadə formada tapdıq. Keçid alaq növbəti suala. Burada qəşəng bir sualımız var. Biraz yaxınlaşdırmışam. Görmədim. Aha. Deməli belə. 133-ə gəlin baxaq. Uşaqlar, burada nə verir bizə? Sürətdə loqaritma A əsasdan C vuraqdır. Məxrəcdə isə üstə gələk var. Mən kəsri tərsinə çevirə bilərəm. Kəsri tərsinə çevirirəm. Sürəti məxrəcə yazacağım uşaqlar. Baxın, sürəti yazdım məxrəcə. Məxrəcdəki ifadəni də yazıram sürətə. Bir dəqiqə diqqətlə köçürdək. Əslində uşaqlar, burada cavabı da tərsinə çevirməliyəm. Yəni 1-i də tərsinə çevirməliyəm. Sadəcə 1-in tərsi bizə yenə də 1 verir. Deməli, ara vurmadır. Bu əslində belə bir ifadənin açılışıdır. 1 bölünsün loqaritma A əsasından C üstəgəl 1 bölünsün loqaritma B əsasından C-nin əslində açılışıymış uşaqlar. Əgər siz diqqət etsəniz, ortaq məxrəc edəndə həmin sürətdəki, yuxarıdakı ifadəni almış olarıq. Bax, bu bunun açılışı idi. Bəs biz bilirik ki, loqaritmanı tərsinə çevirəndə A və C-nin əsasla loqaritmalı ifadənin yerini dəyişmək olar. Yəni, belə yaza bilərəm. Loqaritma C əsasından A və kəsr itirirəm. Üstəgəl loqaritma C əsasından B bərabər 1. Üstəgəlmə olduğuna görə də biz bunu vurma şəklində yaza bilərik. AB bərabər 1-ə. Buradan AB nəyə bərabərdir uşaqlar? C 1-i qüvvətinə götürür. AB bərabərdir C-yə. Uşaqlar, mən B-ni tapmaq istəsəm, B C bölək A-ya bərabərdir buradan. Deməli, B C böl A-dır. İndi bizdən nə soruşur? Orada soruşur ki, loqaritma, gəlin bunu da başqa rənglə yazaq, qarışmasın. Soruşur ki, loqaritma B əsasından C bölək A-nı tapın. Biz bilirik ki, C bölək A-nın qiyməti B-dir. B-lər də ixtisar gedir, cavab qalır 1. Yəni, D bəndi. Bax, belə qəşəng bir sual idi. D bəndini işarələyək və keçək 134-ə. Silək. Bəli, 134-cü suala davam edirik. Deməli, 134-cü suala baxaq. Uşaqlar, gördüyünüz kimi burada böyük uzun bir ifadə verilib. Loqaritma 2 əsasdan 1, 2 əsasdan 2 və s. Araları toplamadırsa, biz bunu vurma şəklində yığa bilərik. Loqaritma 2 əsasdan, deməli, 1 vurulsun 2, vurulsun 3, nöqtə, 14 vuraq 15 şəklində yığdıq. Bərabər loqaritma 2 əsasından yazıram. Uşaqlar, burada 1-dən 15-ə qədər ədədlərin hasilidir. Yəni, 15 faktorialdır bu ifadə. Bizdən bu ifadənin qiymətini soruşur. Yuxarıda verilən ifadəmizə baxaq. Loqaritma 2 əsasından 16 faktorial. Biz bilirik ki, 16 faktorialı 16 vuraq 15 faktorial şəklində parçalaya bilərik. Vurmanı isə üstə gəlmə şəklində parçalayarıq. Yəni, loqaritma 2-dən 16, üstə loqaritma 2-dən 15 faktorial bərabərdir. Bu ifadənin özü bizə qiymətini A veribdir. Loqaritma 2-dən 16, uşaqlar, 2 üstü 4 deməkdir. Yəni, bu ifadənin, baxın, bu ifadənin qiyməti ümumilikdə 4-dür. Bunun yerinə 4 yazıram. 4 üstəgəl loqaritma 2 əsasdan 15 faktorial bərabərdir A-ya. Loqaritma 2 əsasdan 15 faktorial da buradan nəyə bərabərdir? Cəmdən məlum toplananı çıxırıq. Yəni, A minus 4-ə bərabərdir. Cavab olur Y bəndi. Bax, belə. Keçək 135-ə. Maraqlı, qəşəng sual idi. Baxaq. Deməli, burada nə edə bilərik uşaqlar? Biz kəsri yenə də tərsinə çevirə bilərik. Baxın, loqaritma 5 əsasdan 10-u yazıram. Çıxılsın, loqaritma 5 əsasdan 7 yazıram. Kəsri tərsinə çevirirəm və əsasla da qüvvətin yerini dəyişirəm. Üstəgəl loqaritma 5 əsasdan 3,5. Uşaqlar,
Aydındır ki, çıxma olan hissələr bölünür, toplama olan hissələr də vurulur. Çünki əsaslarımız eynidir. Loqaritma 5 əsasdan. Deməli, birinci bölmə hissəsinə baxaq. 10 bölünsün 7 vurulsun 3,5 bərabər loqaritma 5 əsasdan. Uşaqlar, birinci vurma hissəsinə baxıram. 10 3,5-ə vurulur, 35 olur. Burada 7-dir. 35 ilə 7 ixtisar gedir, 5 qalır. 5'lər də ixtisar gedir, 1 qalır. Baxın, burada ixtisarlarımız da oldu. Cavab oldu 135'də 1. Keçid alaq. Burada qeyd eləyək, sonra keçək. 135'də cavab 1. Keçid alaq 136-cı suala. Aha, baxaq. Deməli, baxaq görək burada nə edə bilərik. Uşaqlar, 3 LC 5 yazılıbdır. 3'ü gəlin 5'in qüvvətinə göndərək. Yazaq LG 5'in kubu. Üstə gəl LG 2'də 1'i də 64'ün qüvvətinə göndərək uşaqlar. Daha sonra üstə gəlmə olduğuna görə biz bu ifadələri bir-birinə vura bilərik. Çünki əsaslarımız eynidir. 5'in kubu 125'dir. Vurulsun. Uşaqlar, 64 üstü 2'də 1 nə deməkdir? 64 8'in kvadratıdır. Qüvvətində də 2'də 1 var. Düzdür? Kvadratla bu 2 ixtisar gedir və 8 qalır. Yəni, vurulsun 8 yazıram. Bir dəqiqə qarışdırdım. Vuraq 8 yazıram. Bərabər LC 125'i 8'ə vururam. Uşaqlar, olur 1000. 1000 isə bilirik ki, 10'un kubudur. LC ilə 10 ixtisar gedir və 3 qalır. Deməli, 136'da cavabımız oldu 3. Keçid alaq 137'yə. 137. Aha, LC2 vuraq, LC 50 yazılıbdır. Biz bilirik ki, 55 vurulsun 10'dur. Düzdür uşaqlar? Yəni, LG 10 üstə gəl LG 5 şəklində LG 50'ni parçalaya bilərik. Üstə gəl LG kvadrat 5 də burada gözdəsin. LG 2'ni yazıram. Uşaqlar, LG 11 deməkdir. Üstə gəl LG 5. Qalan hissəni köçürdürəm sadəcə. Aha, bax belə. Burada 2'ni yazmamışam. LG 2'dir. Bəli. Daha sonra nə edə bilərik? LG 2'ni 1'ə vuraram. LG 2 eləyir. Hərəsinə bir dəfə vururam. Üstə gəl. LG 2'ni LG 5'ə vururam. Üstə gəl. LG kvadrat 5 şəklində yazıram. Aha. Daha sonra nə edək? Uşaqlar, biz deməli LC 5 gördüyümüz yerə gəlin belə bir şey yazaq. Baxın, LC 5, LC 10 çıxılsın, baxın, LC 10 çıxılsın, LC 2 deməkdir. Niyə? 10'u 2'yə böləndə 5 qalır, düzdür? Və LC 10 da 1'dir. Yəni mən harda LC 5 görürəmsə, onun yerinə 1 çıxaq LC 2 yaza bilərəm. Üstə gəl. Baxın, burada da 1 çıxaq LC 2 yazıram. Sadəcə başında kvadrat var deyə qüvvətinə də kvadratı yazıram. Bax, bu şəkildə. İndi gəlin sadələşdirək. Bu hissəni də biraz düzəldim. Burada üstə gələydi bizim işarəmiz. Bərabər LC 2 üstə gəl. LC 2'ni mötərizənsinə vururam. LG 2 çıxılsın. Digər LC 2'yə vururam. LC kvadrat 2 üstə gəl. Bu hissəni isə müxtəsər açıram uşaqlar. Buranın. 1'in kvadratı 1, çıxılsın hasilinin 2 qatı 2 LC 2, üstə gəl 2'nin kvadratı LC kvadrat 2. Baxaq görək burada islahlarımız varmı? LC kvadrat 2'lər islah gedir. Daha sonra LC 2 ilə LC 2'ni toplayanda 2 LC 2 eləyir. Bu 2 LC 2 ilə də bunlar islah gedir. Və cavabımız qalır 1. 137'də cavab olur 1. Keçid alaq 138'ə. Nisbətən biraz qarışıq sual idi. Ancaq işləyəndə görəcəksiniz ki, o qədər də çətin deyil. Gəlin də 138 də bunun oxşarıdır. 138'də də baxaq. LC 5'i yazıram. LC 20'ni uşaqlar LC 10 üstə gəl LC 2 şəklində yazıram. Çünki 12'yə vuranda 20 eləyir. Üstə gəl LC kvadrat 2. Düzdürmü? LC 10 1 deməkdir. LC 5'i yazıram. 1 üstə gəl LC 2. Üstə gəl LC kvadrat 2. Bax belə. Uşaqlar, LC 5'in yerinə 1 çıxaq LC 2 yaza bilərəm. 1 üstə gəl LC 2'ni də olduğu kimi yazıram. Üstə gəl LC kvadrat 2. Bax, bunu da olduğu kimi yazdım. 1 üstə gəlmə 1 çıxma.
Bu kvadratlar fərqi düsturudur, 3-cü müxtəsərdir. Çıxmada kvadrat təsəvvür edirsiniz, yəni 1-in kvadratı çıxaq, LC-nin kvadratı şəklində yazılır. Plus burada da bir dənə LC-nin kvadratı var. Bunlar biri mənfi, biri müsbət olduğuna görə islah gedirlər və cavabımız qalır 1. 138-də də cavab 1-dir. Bax belə. Sonra keçid alaq növbəti sualımıza, yəni 139-a. 139-a diqqətlə baxın. Deməli belə, qüvvətlərin yerini dəyişməyə icazəm var uşaqlar. Məsələn, 3-ün kvadratı, bircə dəqiqə bir-birinə qarışdı. Məsələn, belə bir şey deyim sizə. 3-ün kvadratı biri var, kubu olsun. Biri də var ki, 3-ün kubu kvadratı olsun. Görürsünüz, yerini dəyişirəm, ancaq yenə də ifadə dəyişmir, olduğu kimi qalır. Həmin bu qaydadan istifadə edərək 139-cu sualda deməli belə bir şey yazıram. 5-in üstü loqaritma 5 əsasdan 8. Bu mötərizənin qabağına salıram uşaqlar, içəriyə salıram ifadəni. Loqaritma 5-dən 8-i içəriyə saldım. Deməli, burada 5-lər ixtisar gedir və qalır 8 üstü loqaritma 2 əsasdan 3. Biz bilirik ki, 8 2-nin kubudur. Qüvvətində də loqaritma 2 əsasdan 3 var. Bərabərdir. Uşaqlar, bu gördüyünüz 3, 3-ün qüvvətinə gedir. 2 üstü loqaritma 2 əsasdan 3-ün kubu olur. 2-lər bir-birləri ilə ixtisar gedir və 3-ün kubu qalır cavabda. Yəni 27. 139-dur, cavab olur 27. Keçid alaq 140-cı suala. Baxaq. Deməli, burada da eyni qaydada 4 üstü loqaritma 4-dən 7-ni qabağa içəriyə salırıq. Loqaritma 49-dan 25-i də çöldə saxlayaq. Bu zaman nə baş verir uşaqlar? Deməli, 4-lər ixtisar gedir. Qalır əlimizdə 7 üstü loqaritma. Uşaqlar, 49 7-nin kvadratıdır. 25 isə 5-in kvadratıdır. Gəlin yazaq. 7-nin kvadratı, 5-in kvadratı. Bərabər. 7 üstü. Deməli, bu qüvvətdəki kvadratlar ki var, uşaqlar. Baxın, bu kvadratlar. Bunlar bir-birinə bölünür və qarşıya keçir. 2-2-yə bölünür, 1 olur. Qarşıya da keçir, bir şey qalmır. Loqaritma 7 əsasdan 5. 7-lər də ixtisar getdiyinə görə cavabımız olur 5. 140-cı sualda cavab 5. Keçid alaq 141-ə. Aha, baxaq görək 141-dən nə edə bilərik. İlk öncə mötərizənin içi ilə baxaq. Başlayaq. 23 çıxılsın. Uşaqlar, 2-nin qüvvətində üstə gəlmə var. Biz üstə gəlməni vurma şəklində parçalaya bilərik. 2-nin kvadratı vurulsun 2 üstü loqaritma 2-dən 5 parçaladıq. Burada 2-lər ixtisar gedir. 23 çıxılsın. 2-nin kvadratı 4-dür və bir dənə də 5-imiz qalıb. Birinci vurma. 4 dəfə 5, 20, 20 üstdən də 20 çıxırıq, 3. Baxın, mötərizənin içərisini biz 3 tapdıq. Keçid alaq digər hissəyə. 3 vurulsun. Loqaritma 5 əsasdan. Kök altda 3-cü dərəcədən 3 var. Biz bu 3-ü 3 üstü 3-də 1 yaza bilərik. Vurulsun. Loqaritma 3 əsasdan 125 var. 125-i də 5-in kubu yaza bilərik. Bu şəkildə yazdıq. Nə qədər dərəcə varsa, hamısını qarşıya atacağım uşaqlar. Baxın, bu 3-də 1-i də qarşıya atıram. Bura gətirirəm. Buradakı bu 3-ü də tam qarşıya aparıram. Bax, bura. Gətirdim. Nə qaldı bəs? Loqaritma 5 əsasdan 3 qaldı. Vuraq, loqaritma 3 əsasdan 5 qaldı. Başlayaq ixtisarlara. Deməli, uşaqlar, bu 3-lə bu 3 ixtisar gedir. Bu 5-lə də bu 5 ixtisar gedir. 3-lə 3 gedir. Bircə dənə ixtisar getməyən 3 qalır əlimizdə. 141-də cavab olur 3. Keçid alaq 142-yə. Biraz bu şəkildə tutaq. Aha, deməli, eyni qaydada mötərizəmizin içini gəlin parçalayaq. 5 üstü 1 vuraq. 5 üstü loqaritma 5-dən 4 parçaladıq. Deməli, 5-lərimiz ixtisar getdi. Qaldı 22 çıxılsın 5 vuraq 4.
Yəni 20, 22-dən də 20-ni çıxırıq, qalır 2. Mötərizəmizin içərisini 2 şəklində tapdıq. Digər hissəyə baxaq. Loqaritma 2 əsasdan 3 üstü 4də 1 yazırıq uşaqlar. Loqaritma 3 əsasdan 16-nı da gəlin 2 üstü 4 yazaq. Baxın, 16-nı da 2 üstü 4 yazdım. Bərabər. Hara getdi testimiz? Aha. Bir dəqiqə yazdığımızca itib batmasa. Gözlüyün açılsın. Əlim dəydi, getdi. Aha. Arada olur belə. Və açılmağını gözləyirik. Açılır, açılır. Normalda 1 saniyə açılanda belə vaxt gedəndə bir neçə saniyə daha artıq açılır. Gec açılır. Yaxşı, biraz görüntünü dayandırım. Aha, açıldı. Biz qaldığımız yerdən davam edək. Deməli, burada nə edirik uşaqlar? Yazıram belə. Bərabərdir. 2 vurulsun. Qüvvətləri qarşıya atıram uşaqlar. 4də 1-i qarşıya göndərirəm. Və buradakı bu 4-ü də qarşıya göndərirəm. Qalır əlimizdə loqaritma 2 əsasdan 3 vurulsun loqaritma 3 əsasdan 2. Başlayırıq ixtisara. 3 ilə 3-ü 2 ilə 2-ni aparıram. 4-lər gedir və əlimizdə qalır 2. 142-də cavab olur 2. Keçid alaq digər suallarımıza. Lövhəmizi silək. 143. Deməli, 143-ə baxaq. Uşaqlar, 143-də gəlin məxrəci parçalayaq. Yəni necə? Tam ki, belə ifadələr var idi natural ədədlərdə də. Necə parçalayırdıq? Baxın, sürəti parçalayırdıq, düzdür? Məxrəcdəki eni hər birini ayrı-ayrı yazırdıq. Həmin bax bu qaydadan istifadə edərək, burada da məxrəci parçalayacağım. 3 loqaritma A əsasından B, məxrəcim olur loqaritma A əsasından B üstü -1. Üstə gəl 4 loqaritma A əsasından B üstü -1 loqaritma A əsasından B üstü -1. Parçaladım. Çıxılsın, burada kənarda da bir dənə 3 loqaritma A əsasından B-nin kvadratı var. Bu da olduğu kimi dursun. Deməli, 3 loqaritma A əsasından B-ni olduğu kimi yazdım. Uşaqlar, məxrəcdə görürsünüz, loqaritma A əsasından B-nin qüvvətində -1 var. Bu onun tərsi olduğu deməkdir. Tərsi olanda ifadə tərs dönür. Yəni qalxır yuxarıya. Olur loqaritma A əsasından B. Üstə gəl. Digər hissəyə baxaq. Burada uşaqlar eyni olduqlarına görə bunlar bir-birləri ilə ixtisar gedir və 4 qalır. Çıxılsın 3 loqaritma A əsasından B-nin kvadratı bərabər. Uşaqlar, baxın görürsünüz, burada loqaritma A əsasından B, loqaritma A əsasından B. Bunlar ikisi bir-birinə vurulur və kvadrat olur. A əsasından B-nin kvadratı olur. Üstə gəl 4, çıxaq 3 loqaritma A-dan B-nin kvadratı. Bu ifadələr eyni olduqlarına görə islah gedir və cavabımız 4 qalır. 143-dən cavab olur 4. Keçid alaq 144-dən. Eyni bu qayda ilə, sırf eyni bu qayda ilə məxrəci parçalamaqla onu da yazmalıyıq. Deməli, məxrəci parçalayıram. Loqaritma C əsasdan A üstü -1, 2 loqaritma C əsasdan A. Üstə gəl 5 loqaritma C əsasdan A üstü -1. Burada da loqaritma C əsasdan A üstü -1-dir. 2 loqaritma C əsasından A-nın kvadratı. Deməli, nə olur uşaqlar? Bu dəfə daha qısa gedəcəm. Bu hissələr ixtisar gedir, 5 qalır. Aşağıdakı bu qüvvətdəki -1-ə görə də ifadə tərs dönür, yuxarıya vurulur və loqaritma C-dən A-nın kvadratı olur. Eyni ifadədirlər çünki. Üstə gəl 5, çıxılsın 2 loqaritma C-dən A-nın kvadratı. İfadələr eyni olduqlarına görə bir-birləri ilə islah gedir və cavabımız 5 qalır. 144 olur 5. Keçid alırıq növbəti səhifəmizə. 145-ə. Aha,
Deməli, gəlin baxaq. Uşaqlar, burada ilə üzərində istəyirəm sizə bir şey göstərəm. Burada 7-lər bir-birləri ilə ixtisar gedirlər. Əlimizdə qalır loqaritma 3 əsasdan 36 çıxılsın loqaritma 3 əsasdan 4. Çıxmanı bölməklə əvəzləyirik. Loqaritma 3 əsasdan 36-nı 4-ə bölürük 9. Bu isə 2 deməkdir. Keçid alırıq 146-cı suala. Burada cavab 2 oldu. 146-da nə baş verir uşaqlar? Loqaritma 2-dən 33-ü yazıram sürətdəki ifadəni. Baxın, bu məxrəcdəki ifadə var. Bunu yuxarı qaldıranda 33 ilə 3 yerini dəyişir və belə bir ifadə olur. Loqaritma 33-dən 3 olur uşaqlar. Çıxılsın, loqaritma 2-dən 3-də öz yerində qalır. Deməli, bu zaman ixtisarlarımız var. 33 ilə 33 ixtisar gedir. Loqaritma 2-dən 3 qalır əlimizdə. Çıxılsın, bir dənə də loqaritma 2-dən 3-ümüz var. Çıxılır və 0 qalır. 146-da cavabımız olur 0. Keçid alırıq 147-yə. Eyni bu qaydada baxaq ona da. Deməli, loqaritma 2-dən 66-nı yazıram. Məxrəcdəki ifadə tərsinə qalxır yuxarıya. Yəni 66-dan 6 olur. Çıxılsın. Loqaritma 8-dən 27-dir uşaqlar. 8-i gəlin 2-nin kubu yazaq, 27-ni də 3-ün kubu yazaq bu şəkildə. İxtisarlarımıza baxaq. 66-lar ixtisar gedir. Loqaritma 2-dən 6 qalır. Çıxılsın. Burada nə baş verir deməli, bunu da göstərək. Bu kub və bu kub dərəcələr bir-birinə bölünür, qarşıya keçir. 3-ü 3-ə böləndə 1 olduğuna görə sadəcə ilə loqaritma 2-dən 3 qalır. Çıxma bölmə deməkdir. 6-nı 3-ə bölürük, 2 olur. Loqaritma 2-dən 2 isə bizə 1 verir. Keçid alaq 148-ə. 148, bax belə. Deməli, gəlin bu hissədə biraz sadələşmə aparaq və davam edək. Uşaqlar, baxın, bu 6 ilə 6 ixtisar gedir, bu 3 ilə də 3 gedir. Düzdürmü? Daha sonra bu 16 əslində 2-nin üstü 4-dür. 2-nin üstü 4. Bax, belə bir şeylər qaldı əlimizdə. Loqaritma aşağıda 2 qaldı. Sonra digərində mən istədim orada göstərəm. Amma alınmadı orada göstərmək. Qoyun burada yazın. 16-nı 2 üstü 4 yazıram. Vuraq, loqaritma 6 əsasdan, kök altda 5-i də 5 üstü 2-də 1 yazıram uşaqlar. Deməli, kök altda 5-i 5 üstü 2-də 1 yazdım, 16-nı da 2 üstü 4 yazdım. Gəlin ixtisarlarımıza baxaq. Deməli, 3 ilə 3-ü dedik, 6-lar dedik gedirlər. Daha sonra bu 5-lər gedəcək, 2-lər gedəcəkdir. Düzdürmü? Hamısı getdilər. Bir dənə əlimizdə qaldı 4 və 2-də 1. Bunlar onsuz da qüvvət olduqlarına görə qarşıya keçməlidirlər. 4 və 2-də 1 qarşıya keçir, vurulur bir-birlərinə. İxtisar gedir və cavab olur 2. 148-dən 2. Keçid alaq 149-a. Gəlin 149-da da baxaq. Deməli, loqaritma 2-dən 5 yazıram olduğu kimi. Loqaritma 7-dən 11. Loqaritma 5-dən 64-dür uşaqlar. Gəlin 64-ü 2 üstü 6 yazaq. Vuraq, loqaritma 11-dən kök altda 7-ni də 7 üstü 2-də 1 yazıram. Uşaqlar, onu deyim ki, ilk öncədən 6 və 2-də 1 qüvvətdirlər. Onları atıram qarşıya. Sonra da başlayıram ixtisarlara. 11 ilə 11 gedir, 7 ilə 7, 5 ilə 5, 2 ilə də bu 2. Vəssalam, heç nə qalmadı. 2 ilə də 6-nı ixtisar aparırıq. Cavabımız olur 3. 149-da cavab 3-dür. Deməli, davam edirik 150 ilə. Uşaqlar, 150-ci sualda artıq testi yekunlaşdıracağım. Çünki həm videonun vaxtı uzanır, sizi də videonun uzunluğu ilə yormaq istəmirəm. Düşünürəm ki, 50 sual kifayət edər. Bildiyiniz kimi loqaritma həm bölmə olaraq uzun bölmədir, həm də suallar biraz vaxt aparandır. Bundan sonralar sadələşir. İnşallah ki, ən qısa müddət ərzində söz verirəm ki, növbəti hissənin də izahını çəkib sizlərlə paylaşacağım. Gəlin baxaq 150-yə. Biraz arada çox fasilə verdim, tənbəllik etdim. Ancaq onu deyim ki, kanalımızda olan bəzi
artımlar məni motivasiya edir. Və gedirəm 151 köçürdürəm. Bura görürsünüzmü uşaqlar? Təzdən yazaq. 150. Loqaritma 4 əsasdan. Çox danışanda başımda qarışır. Kanalımızda çox gözəl dəyişikliklər var. Abonələrimizin sayı 500-ə çatıb. Baxışlarımızın sayı artır. Bunlar məni sevindirir. Dəstəyiniz üçün hər birinizə minnətdaram. Hər birinizə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, videolarımız daha çox xoşunuza gələr. Abunə olarsınız, bəyənərsiniz və s. və s. İndi gəlin davam edək, görək burada nə baş verir. Deməli, burada uşaqlar, həmin əvvəlki hissəni köçürdə gəldim. Loqaritma 3-dən 81 olan hissədən loqaritma 3 əsasdan 81-i 3 üstü 4 yazıram. Deməli, burada 3-lər ixtisar gedirlər və qalır 4. Yəni, loqaritma 4 əsasdan, loqaritma 2 əsasdan 4 qaldı əlimdə. 4-ü də istəyirsinizsə, gəlin elə birbaşa 2-nin kvadratı yazaq. Düzdürmü? Bu da mötərizədə olsun, belə daha qəşəng görünsün. Loqaritma 4 əsasdan 2-lər gedir, uşaqlar. Bax, bu 2 qalır. Deməli, biz bilirik ki, 4-ü 2-nin kvadratı yaza bilərik. Burada da bir dənə 2-miz var, ancaq bunun qüvvəti də 1-dir. Uşaqlar, 2-nin qüvvəti 1-dir. Bu sürətə yazılır 1. Bu 2-nin qüvvətindəki 2 isə məxrəcə yazılır və loqaritma 2-dən 2 qalır. 2-dən 2-lər ixtisar gedir, 1 verir bizə. Qabaqda qalır 2-də 1, yəni 0,5. Bax belə, 150-ci sualda olur 0,5. Və belə. 150-ci sualda videomuzu yekunlaşdırıram, dayandırıram. Ən qısa müddət ərzində digər hissəni də çəkib paylaşacağım. Siz də dəstəyinizi əsirgəməyin, videolarımızı izləyin, like atın. Bu mənə də motivasiya verir həqiqətən. Dəstəyiniz üçün də minnətdaram. 500 abunənin hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.